Salam değerli dostlar. Bugün ekranlarınızdan daşacaq bir enerji ile karşınızdayıq. Ötən paylaşımlarda rəy bölməsində ötürdüyünüz hər bir istəyi, hər bir təklifi tək-tək incələdik. Sizlərin heyran edici fikirlərinizdən ilham alaraq bugün tamamilə fərqli bir təqdimat hazırladıq. Hazır olun, çünki qarşınızda sizə heyran qoyacaq, tamamilə qeyri-adi və təbiətin bütün möcüzələrinə etibar edən möhtəşəm görüntülər gözləyir. Hər saniyəsi sürprizlərlə dolu bu vizual ziyafətdən gözünüzü ayıra bilməyəcəksiniz. Təbiət öz möhtəşəm tamaşasını nümayiş etdirir. Buludlar dağların zirvəsinə toxunur, göy üzü yerlə qovuşur. Kərkicahan üzərinə enən ecazkar yağış damcıları. Hər bir damla bu qədim torpağın ruhunu oyadır, yaşıl yamacları canlandırır. Bu renklər, bu mənzərə insanı ofsunlayır. Laçının sıldırım qayalarına, yenidən doğulan küçələrinə yağan yağış. Yağışın sədaları şəhərin yeni memarlığı ilə birləşərək bənzərsiz bir harmoniya bəxş edir. Səssizlik və huzur eyni anda yaşanır. Yağış zabığın təbiətini, yaşıl örtüyünü sanki yenidən rəngləyir. Damcılar yarpaqlardan süzüldükcə kəndin gözəlliyi birə-beş artır. Təbiətin bu saf, qeyri-adi möcüzəsi qarşısında heyran qalmamaq qeyri-mümkündür. Bu vizual şeirin hər anı yaddaşlara həkk olunur. Qarabağ silsiləsinin ətəyində təbiətin və tarixin qovuşduğu xüsusi bir məkan. Laçın rayonunun Çorman kəndi. Bura ilə arasında Yuxarı Çorman və Köhnə Çorman adları ilə tanınır. Dilçi alimlərin və rəsmi coğrafi mənbələrin araşdırmalarına görə kəndin adı qədim türk mənşəlidir. Toponim iki hissədən ibarətdir. Birinci hissə olan Çor sözü qədim türk tayfalarının, xüsusən də igid, qəhrəman mənasını verən Oğuz türk elinin adını daşıyır. İkinci hissə olan man isə insan, adam anlamını ifadə edir. Eyni zamanda coğrafi baxımdan bu adın orman, yəni meşəlik sözünün bir variantı olduğu da ehtimal edilir. Bu torpaqlar hələ qədim dövrdən Qasımşağı obasının ayrılmaz bir parçası olub, onun tarixi ənənələrini qoruyub saxlayıb. Çorman kəndinin əsas iqtisadiyyatının və yerli əhalinin dolanışığının tarixən ucadağ otlaqlarında qurulan heyvandarlıq təsərrüfatları təşkil edib. Zəngin bitki örtüyü, büllur kimi soyuq dağ bulaqları bu təsərrüfatın inkişafına geniş imkanlar yaradıb. 30 ilə yaxın davam edən həsrətdən sonra 1 dekabr 2020-ci ildə
Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində Çorman kəndi yenidən öz doğma sahiblərinə qovuşdu. Bu gün dağların qoynunda yerləşən bu qədim kənd öz təmiz havası, sıldırım qayaları və tarixi kökləri ilə yenidən canlanır. Çorman həm də mərhum, unudulmaz sənətkarımız Məhəbbət Kazımovun doğma kəndidir. Ruhu şad olsun, artıq onun Laçının mahnısının sədaları bu dağların zirvələrində gəzir.
Dostlar, böyük bir maraqla izlədiyimiz videonun artıq tən ortasındayıq. Əgər bura qədər gördüyünüz mənzərələr sizə xoş təsir bağışladısa, ekrana toxunaraq videonu bəyənməyi və rəylərdə öz fikirlərinizi bölüşməyi unutmayın. Sizin hər bir aktivliyiniz bizim üçün çox dəyərlidir. İndi isə biraz daha rahat əyləşin, çünki videonun ikinci hissəsində sizi tamamilə fərqli, daha möhtəşəm, bəlkə də ilk dəfə görəcəyiniz heyranedici görüntülər gözləyir. Kadrlar axmağa davam edir, kəşfimiz hələ yeni başlayır. Təbiətin qarşısında bəzən danışmaq olmur. Bu möhtəşəmliyi, bu əzəməti ifadə etməkdə sözlər aciz, dillər laldır. İnsan bu gözəllik müqabilində sükuta qərq olub, ana təbiətin nəfəsini dinləmək istəyir. Baxın, Şuşanın sıldırım qayalarının ətəyindən bəhrələnən, sıx meşələrin qoynunda çağlayan bu gur çaya, suyun qayalara çırpılaraq çıxardığı səs, ətrafı bürüyən yaşıl örtüyün hüzuru insanı tamamilə fərqli bir dünyaya aparır. Bura Şuşanın canlı ürəyidir. Ağacların budaqları arasından süzülən günəş şüaları suyun üzərində bənzərsiz parıltılar yaradır. Bu ecazkar meşəliyin gizli bir güşəsində isə Şuşanın büllur damcılarından biri Zərin bulağı yerləşir. Tarixi mənbələrin və yerli sakinlərin ötürdüyü məlumatlara görə Zərin bulağı öz adını suyun qızılı kimi saf, parıltılı və şəffaf olmasından alıb. Dağların dərinliklərindən süzülüb gələn bu buz kimi su əsrlərdir bu meşənin, bu torpağın ruzi qaynağıdır. Təbiətin qoynunda zərin bulağının şırıltısı ruhun ən dərin nöqtələrinə toxunur. Şuşa mənəviyyatın, tarixin ucalığı olduğu kimi, həm də belə kəşf olunmağı gözləyən təbii möcüzələrin vətənidir.
Bugün kameralarımızın yaddaşına köçürdüğümüz bu benzersiz görüntüler, keçirdiyimiz bu yollar adi bir gəzinti kronikası sayıla bilməz. Bu çəkişlərin arxasında çox dərin bir səbəb, böyük bir tarixi missiya dayanır. Biz bu kadrlarla dağların sükutunu səsə çevirir, təbiətin və tarixin yaddaşını gələcək nəsillərə ötürürük. Hər bir çayın şırıltısı, hər bir uca qaya bu torpaqların əbədi sahiblərinin ayaq izlərini rəqəmsal dünyaya həkk edir. Bu görüntülər doğma yurdunun dirçəlişini və əbədi gözəlliyini canlı sənədidir. Bu möhtəşəm yolçuluqda bizimlə addımladığınız, bu anları bizimlə paylaşdığınız üçün hər birinizə təşəkkür edirik. Yeni kəşfləri, fərqli məkanları və təbiətin digər möcüzələrini qaçırmamaq üçün videonu bəyənməyi, fikirlərinizi rəylərdə qeyd etməyi və kanalımıza abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizə yeni yolları fəth etmək üçün güc verir. Növbəti videolarda tam fərqli coğrafiyalarda görüşənədək ruhunuz hər zaman səyahətdə olsun. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.